Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugünkü videomuzda övladınız xəstələndiyi halda həkimə zəng eləyib termin götürmək, yəni randevu götürmək, görüş götürmək və həkimlə olan dialoqumuzu öyrənirik. Görüm həmin dialoq zamanı zəng edərkən və yaxud da ki, həkimin yanına gedib şikayətlərimizi deyərkən hansı cümlələrdən istifadə edə bilərik. Elə isə vaxt itirmədən başlayaq. Əvvəlcə zəng edirik. Zəng edərkən telefonu açmadan əvvəl hələ operator musiqi çalınır və avtomatische Ansage, yəni avtomatik mesaj səslənir. Willkommen in der Praxis Dr. Rosenbaum und Dr. Weidbrecht. Bitte bleiben Sie in der Leitung. Wir sind gleich für Sie da. Doktor Rosenbaum və Doktor Weidbrecht'in praksisinə xoş gəlmisiniz. Xahiş edirəm, xəttə qalın, az sonra sizə cavab verəcəyik. Bir neçə saniyə sonra klinika işçisi telefona cavab verir. Bu çox vaxtı saniyə olmur, hətta 10 dəqiqə, 15 dəqiqə də gözləyə bilərsiniz. Mitarbeiter. Guten Tag, Praxis Dr. Rosenbaum und Dr. Weidbrecht. Wie kann ich Ihnen helfen? Salam. Doktor Rosenbaum və Doktor Weidbrecht'in klinikası. Sizə necə kömək edə bilərəm? Guten Tag, ich möchte einen Termin für mein Kind vereinbaren. Es ist krank und hat Fieber. Burada es yazmışam, çünki kind orta cinsdədir də, das kinddir. Amma siz bilirsiniz də, sizin uşağınız qızdı, oğlandı, ona görə də er və yaxud zidə deyə bilərsiniz. Salam, uşağımın üçün termin götürmək istəyirəm. O xəstədir və qızdırması var. Mitarbeiter, bitte nennen Sie mir das Geburtsdatum Ihres Kindes. Zəhmət olmasa uşağınızın doğum tarixini deyin. Burada niyə doğum tarixi? Çünki sizin qeydiyyatda olduğunuz praksisdə, yəni klinikada, uşaq klinikasında o doğum tarixinə görə tapırlar adətən. Yəni bizdə həmişə soruşurlar ki, doğum tarixi haçandır və onu deyirik, həmən uşağın bütün danlılarını belə tapıb çıxarır. Sie wurde am 15. Mai 2019 geboren. O 15 May 2019-cu ildə doğulub. Seit wann hat Ihr Kind diese Symptome? Uşağınızın bu simptomları haçandan var? Seit 2 Tagen. Es hat auch Husten und Schnupfen. 2 gündür. Öskürəyi və burun axması da var. Husten öskürək, Schnupfen burun axması. Bitte haben Sie einen Augenblick Geduld. Ich werde nach einem freien Termin für Sie schauen. Xahiş edirik, bir qədər səbirli olun. Mən boş terminə baxıram. Bir neçə saniyə sonra. Ich habe einen freien Termin heute um 10:30 Uhr. Passt das Ihnen? Bugün saat 10:30-da boş terminimiz var yəni. Bu sizə uyğundur? Ja, das passt gut. Bəli, uyğundur. Gut, dann trage ich Sie für heute um 10:30 Uhr ein. Bitte bringen Sie die Versicherungskarte mit. Yaxşı, sizi bugün saat 10:30-a qeyd edirəm. Zəhmət olmasa sığorta kartınızı da gətirin. Ja, mache ich. Vielen Dank. Bəli, gətirəcəyəm. Çox sağ olun. Gern geschehen. Auf Wiederhören. Dəyməz. Görüşənədək. İndi saat 10:30-da uşağı da götürüb gedirik xəstəxanaya. Həkimin otağına gedirik. Guten Tag, ich bin Dr. Sophia Müller. Ich komme aus der Uniklinik. Wie kann ich Ihnen helfen? Salam, mən doktor Sophia Müllerəm. Uniklinikdən gəlmişəm. Sizə necə kömək edə bilərəm? Guten Tag, Frau Doktor. Mein Kind ist krank. Es hat Husten, Fieber und Schnupfen. Salam həkim, uşağım xəstədir. Öskürəyi, qızdırması və burun axması var. Hat Ihr Kind Fieber? Und wie hoch ist es? Uşağınızın qızdırması varmı və nə qədərdir? Ja, es hat Fieber. Heute Morgen war es 37,5 Grad. Bəli, qızdırması var. Bu səhər 37,5 idi. Hat es auch Erbrechen oder Durchfall? Qusması və ya ishalı varmı? Nein, kein Durchfall, aber gestern Abend hat es einmal erbrochen.
Xeyr, ishal yoxdur, amma dünən axşam bir dəfə qusub qaytarıb yəni. Bu qaytarmaq, qusmaq uşaqlarda bu feilin bir neçə ifadə forması var. Erbrechen də var, übergeben də var və bir də kotzen forması var. Kotzen daha çox danışıq dilindədir. Belə həkimə deyəndə übergeben və yaxud erbrechen deyə bilərsiniz. Hətta bu übergeben feili ilə bağlı bir gülməli hadisəyə də düşmüşəm özüm. Yəni gülməli vəziyyətə düşmüşəm. Almaniyaya ilk gəldiyimiz vaxtlarda mən belə situasiyalar üzrə öyrənirdim. Çünki bilirsiniz də mən özüm öyrənmişəm alman dilini əsasən və həkimə gedəndə də bu şəkildə ssenarilər yazırdım və özümü bu cür ifadə edirdim və bir dəfə də überlegen feili ilə übergebeni qarışdırmışdım. İlk dəfə ilə bu feili öyrənərkən yadımda niyəsə bu überlegen kimi qalmışdı. Überlegen isə fikirləşmək, düşünmək mənasındadır və o həkimə demişdim ki, uşağımın qızdırması var, nə bilim öskürür və überlegt düşünür yəni. Uşağım xəstədir, qızdırması var və fikirləşir. Həkim də dedi überlegt. Mən də deyirəm ki, ya überlegt. Sonra deyir ki, bəlkə siz übergeben demək istəyirsiniz. Übergeben yəni qaytarır. Sonra belə qaytarmağın formasını mənə göstərdi. Bunu demək istəyirsiniz. Dedim, hə. Ondan sonra belə başa düşdüm ki, yəni mən səhv bilmişəm feili. Alman dilini öyrənərkən belə gülməli hallara düşdüyüm də az olmayıb. Davam edək dialoqumuza. Doktor, wann hat Ihr Kind erbrochen? War es nach dem Husten oder einfach so? Uşağınız nə vaxt qusub qaytarıb? Öskürəkdən sonra, yoxsa səbəbsiz yerə? Es war nach einem starken Hustenanfall. Güclü öskürək tutmasından sonra oldu. Ich verstehe. Wie ist der Husten? Ist es ein bellender oder staccatoiger Husten? Hustenanfälle? Başa düşdüm. Öskürək necədir? Xırıltılıdır, yoxsa tutma şəkillidir? Ja, es sind richtige Hustenanfälle. Besonders nachts hustet es sehr viel. Bəli, uşağımda güclü öskürək tutmaları olur. Xüsusilə gecələr çox öskürür. Hat es Atemnot oder pfeifende Geräusche beim Atmen? Tənəffüs çətinliyi və ya nəfəs alarkən fit kimisi səslər varmı? Nein. Atemnot hat es nicht. Aber manchmal klingt das Atmen etwas schwer. Xeyr, tənəffüs çətinliyi yoxdur, amma bəzən nəfəsi ağır səslənir. In Ordnung. Ich werde Ihr Kind jetzt untersuchen. Bitte setzen Sie es auf die Liege. Oldu, indi uşağınızı müayinə edəcəyəm. Xahiş edirəm, onu müayinə masasına oturdun. Həkim uşağı müayinə edir və deyir. Die Lunge ist frei, aber der Hals ist gerötet. Das deutet auf eine Rachenentzündung hin. Ciyərləri təmizdir, amma boğazı qızarıb, qızartı var yəni. Bu boğaz iltihabına işarə edir. Ist das etwas Ernstes? Bu ciddi bir şeydir. Nein, nichts Ernstes. Es ist wahrscheinlich eine virale Infektion. Im Moment kann ich keinen Hustensaft oder Antibiotikum verschreiben, da es nicht notwendig ist. Xeyr, ciddi bir şey deyil. Bu ehtimal ki, virus infeksiyasıdır. Hazırda öskürək siropu və ya antibiotik yazmıram, çünki buna ehtiyac yoxdur. Və siz də soruşursunuz ki, und was können wir dagegen tun? Bəs nə edə bilərik? Buna qarşı nə edə bilərik? Wenn Sie zu Hause kein Fiebermittel haben, kann ich Ihnen ein Rezept dafür ausstellen. Əgər evdə qızdırma dərmanınız yoxdursa, sizə resept yaza bilərəm. Außerdem können Sie Inhalationen mit heißem Wasserdampf machen. Geben Sie Ihrem Kind Honig und achten Sie drauf, dass es viel trinkt. Bundan əlavə, isti su buxarı ilə inhalyasiya edə bilərsiniz. Uşağınıza bal verin və kifayət qədər mayı qəbul etdiyindən əmin olun. Və soruşursunuz ki, muss es zu Hause bleiben? Evdə qalmalıdır, məsələn, kindergartenə gedirsə. Ja, auf jeden Fall. Wenn sich der Husten verschlimmert oder Atemnot auftritt, kommen Sie bitte sofort wieder. Bəli, mütləq. Əgər öskürək pisləşərsə və ya tənəffüs çətinliyi olarsa, dərhal yenə gəlin. Vielen Dank, Frau Doktor. Çox sağ olun, həkim. Gern geschehen.
Gute Besserung für Ihr Kind. Dəyməz, uşağınıza şəfa diləyirəm. Bu qədər. Videomuz burada sona çatır. Ümid edirəm ki, video faydalı olacaq. Əlbəttə ki, hamımız arzulayırıq ki, övladlarımız sağlam olsunlar, heç vaxt həkimə yolumuz düşməsin. Amma təbii ki, qripdir, soyuq dəymədir. Bunlar hər zaman ola biləcək hallardır və buna görə də bu cür sözləri bilməyimiz əslində yaxşı olardı. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.